Bax, yığırsan telefonla qarələrə deyirsən ki, ay qarələr, yığışın, sizi aparam Mərakeşə. Bilirəm də aralarında eləsə olacaq ki, mənim xarici pasportum vaxtı keçib, biri deyəcək ora, bura. Deyirəm, ay qarə, sənə eyvə lazımdır. Sənə konum atacağım, gəl ora. Demək, hal-hazırda qarə Şuvalandadır. Şuvalanda elə bir yerdədir ki, yolun yaxınlığında, əsas yoldan 50 metrdə düz bax qapının ağzıdır. Gəlirsiniz, elə bilin ki, bax şəkil çəkdirin, paylaşın, üstünə yazın vurun ki, qarə Mərakeşdə. Dincəlir. Axşamınız xeyir teleqrup izləyiciləri. Qarə Şuvalandadır. İnansız oradan baxanda bilinməyəcək Qarə Şuvalandadır. Amma da oradan da Qarə Şuvalanın elə bir yerindən sizin üçün 5 sotun içində 300 kvadratda bir dənə sizin üçün bərbəzək deyim. Belə şan şöhrət deyim. Belə özündən razılıq deyim. Bir dənə villa çəkir ki, bu tərəflərdə yalan danışmaq istəmir ha Qarə. Bəlkə də belə bir dəmdəstgah yoxdur. Qaranın işi özünüz bilirsiniz də, sizi zəhmətə salmamaqdır. Bax, bunu çəkib göstərir. Həm də ki, bax, bu dəmdəstgahın da içini doldurub ki, bura köçmək uzun müddət aparmasın. Bir dənə naxadı, lazım olan bir-iki dənə əşya götürdün, gəldin, köçmüzə. Gedək içərini çəkək. Dostu, qardeşi, qohumu, əqrəbəni yığmısan bura. Deyirsiniz ki, bu bağ qarəndir. Kef eləyin. Gəldik, çıxdı videomuzun sonuna. Əgər bu gözəl də bağ evi sizə xoş gəldisə, teleqrupun səhifəsindəki nömrələri yığacaqsınız. Qarəsi götürüb gələcək bura. Allah ağlına da, sıtına da xeyir versin. Görüşərik dostlar.